Bu videoda Minecraft oynayırıq, amma hər dəqiqə fərqli bir yapı oluşur. Misal üçün dünyada entity yarana bilər və yaxud da dünyada bir best yarana bilər. Elə isə keçək videoya. Oyunun məqsədini qapaqdan gördünüz. Oyunu bitirməyə çalışıram və 60 saniyədən bir struktur yaranır. 2 qılınc bunu götürərəm və dəmirlər. Kanalım bizə pon bəst. Bu arada görünüşüm nəyə görə yoxdur deyə soruşsanız, internetim yoxdur. Ona görə də görünüşümü görə bilməyəcəksiniz təəssüf ki. Və daş qazmağa başlayaq. Çanqları artıracam biraz. 12 çanq hər halda bəsdir. Piramid. Qızıllar, qızıl alma dəmir, qızıl alma. Nə qədər qızıl almamız oldu. Aha, vallahi bir jungle piramid çıxdı. Dəqiqə görək nə tərdir. Ay, bu da tənələr olur. Gecə görüşü yox deyir dəqiqə. Video getməsin deyə özümə sonsuz şəkildə gecə görüşü verirəm ki, siz videodan həzz ala. Minecraft'ın ən nadir şablonlarından biri çıxdı. Yaxşı ki bunu tapmışım. Başqa da bir saniyə. Iglo tapdım və aşağı mərtəbədə 2 dənə kəndi olur. Bir zombi, birisi normal kəndi. Mən isə oxçu masası düzəldərək kəndli ilə takas edib yay və ox problemini həll edəcəm. Köy. Özdə ki, köydə dəmirçi var. Çox gözəl. Gedirik yağmalamağa. Gözəl dəmir zırh və obsidian. Dəmir qazmanı da götürək. Məncə almaya ehtiyac var. Ataq. Dəmir qazmanı götürmədim. Kravat aram. Ya da nəyə lazım? Allah, dəmir qazma. Buradakı saman baryalarını almalıyam. Crafting table düzəldim. Bir də çubuq lazımdır mənə. Yataq ondan sonra işimiz görür. Çünki axşamdan nifrət edirəm. Yaratıqlar zətlər spawnu. Nə? Bu necə oldu? Neysə, biz işimizə baxaq. Burada çapamızı düzəldim. Ardından da yeməyimizi hazırlayaq. Qızılma. Buradakı 2 dənə trim çox nadir trimlərdən biridir ya. Zibil. 5 trim. Amma bir dəqiqə bura gireyim. Girəydim, onsuz trimlər olur. Deyillərmiş, qayıt. Zombiyə dönüşsünlər. Ne tez dönüşdülər. Girək içəri onda. Day sandığı qıranda da əsəbləşməzlər deyərdik. Baxım. Yox, əsəbləşməyir. Buradakı zırhları götürək. Lazım olur. Allah. Ucuz atlatdıq ha. Neysə, gedək day madənə. Almaz qasaq biraz. Allah. Oy!
Bir dakika ne çıksın buradan. İksir atma. Ay atma. Ölsen. Öl. Bu zombilerden canımızı kurtarmak var bir de. Aa yanıram. Ha. Ne oldu birden alma üstünde? 4-5 yanım oldu. Üstümüze ne oldu? Alt tarafı birden almazdı da. Oy. Nedir? Fortress. Ama birinci yukarı çıkmak lazımdı. Ama bu bebe zombini keçsem tabii ki. Aa bu nətər şeydi? Görür qabaqdan vuranmı gəldi. Aa bu nə diyor? Her şanslı şey mənə çıxır. Bugün şanslı günümdəyim deyirsən. Və Blaze'i öldürməyə gəlmişik. O qızıl qulunun faydalarını görəcəksiniz. Nə işə yarayır? Onu alamayacağım. Bir dəqiqə. Aşağı düz ayağıma. Aa 2 dənə gördünüz. Bir dənə öldürdü, 2 dənə düşdü. Və bu işə yarayır. Bir dənə daha öldürdüm, 4 dənə. Amma mən buradan necə çıxacağım? Mənə biraz gəlir. 2 yarım. Necə çıxır? Qaç. Hazır ateş eləməmişkən qaç. Bir dənə yatmağa da yer tapın. Sonra da yeməyimi yiyin. Qaç. Orada Blaze spawn olmasın, ne olur? Ay izi bir spawn oldu. Ay bile. Yanımda. Aa. Dur. Ne yatma? Ben yatacağım. Ah. Blaze çubuqlarını kasdıqdan sonra zırhlarıma büyü basıb ardından da Entity'yə uğradım və oradan da çox gözəl əşyalar çıxdı. Mən bəyəndim. Qoruma 3 kask. Bilsəydim dəmir kask düzəltməzdim. Üstünə də 7 dənə olmaz ki. 7 dənə olmaz. Nə deyil. Oy bile. Full set olacam da. Full almaz set. Zordur da. Ama buradan diqqətli bir şey. Mən dəliliyi eləmək istəmirəm çünki spawn point almamışam. Və nə tərə gəldik? İndi sən burada piglinlərlə takas eləyəcəm çünki bol qızılım var inventarımda. Elə ki takas işləmlərinə başlayaq. Bu da axırıncı qızılımdır. İnşallah biraz daha pöl verərsəm. 13 dənə olub. Mən bəsli portaldır amma yenə də aç gözləmirəm. Ateş eləmə. Amma mən gedirəm. Onsuz orada qalacaq sanırdım. Onda keçək portaldan yenidən. Qayıtdıq dünyamıza. Onda Stronghold axtarmacamız başlasın. Qardaşım buna bax. 10 il gəzsəm bunu tapan varam. Elə lazımsız vaxtlarda çıxır ki bu. Nə deyim? Deyəcək sözüm yoxdur. Deyəsən Stronghold tapdıq. Qəşəng tapmışıq. İndi bunun portal otağını tapmaq var. Hər keçdiyim qapıya bir dənə blok qoyacağam üstünə. Yəni keçdiyim otaqların yerini bilmək üçün. Dostlar qəribə bir şəkildə Trial Chamber Stronghold-la çəkirik. Allahdan portal otağına girməyib. Girsəydi o boyda əziyyətim heç nə olmuşdu. Yəni gedib bir də tapmalıydım yeni Stronghold. Amma heç nə olmayıb. Burada bir dənə strong şey alım spawn point. Ki öləndə yenidən doğub əşyalarımı ala bilim. Düzdür, mən ölməyəcəm, amma yenə də tək çank videosundan sonra dərs oldu mənə. Oha, bir dakika. Şöyle oradaki elektronlarla.
Böyük ehtimal gəmilidir bu. Elitranı da almağa gəldik. 5 gündə almaz falan çıxdı. İstədiyim şeylər var yəni. Ona görə artıq çıxıb gedə bilərəm buradan. Və əjderhanı havada öldürəcəm. Amma XP-lər ala bilməyəcəm. Portaldan keçək. Yumurta gəlmir amma. Yumurta böyük ehtimal yuxarıya çıxıb, amma mənim havaya fişəngim yoxdur təəssüf ki. Buna görə də videomu bitirəcəm. Əziz dostlarım, videom bu qədər idi. Əgər videom xoşunuza gəldisə, kanalıma abunə olub, videoma da like ata bilərsiniz. Əgər kanalıma digər videolarına da baxmaq istəyirsinizsə də, kanalıma girib, və yaxud da ki, əgər axtarışdan yazmaqsa, Phantom Zero yazıb, digər videolarına da baş çəkə bilərsiniz. Məndən bu qədər. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.